Bax, belə bir milli müzakirəni keçirmək. Müzakirəni keçirmək üçün bizim UNEP-in Beynəlxalq Doktorantura, Magistratura mərkəzi ilə tədqiqat mərkəzlərinin əlaqələndirmə şöbəsinin birgə təşəbbüsü ilə bax, belə bir tədbirin keçirilməsində hər iki təşkilat böyük təşəbbüsçülük göstərir. Buna görə də biz istəyirik ki, belə bir mövzu üzrə biz müzakirə aparaq. Mövzunun adı belə adlanır. Müasir beynəlxalq ticarətin xüsusiyyətləri və Azərbaycanın xarici ticarət əlaqələri. Yəni, Azərbaycanın xarici ticarət əlaqələrinin müasir beynəlxalq ticarətlə necə əlaqələnməsi məsələsi barədə biz belə bir müzakirə aparacağıq. Müzakirəni aparmaq üçün biz Azərbaycan Texnologiya Universitetinin prorektoru, İqtisad Elmləri doktoru Mais Gülaliyev, indi hansı ki o qoşuldu bizə, Mais müəllim bugün müasir beynəlxalq ticarətin xüsusiyyətləri və Azərbaycanın xarici ticarət əlaqələri adlı məruzəyə çıxış edəcək. İndi mən ilk öncə istərdim ki, məruzənin dinlənməzdən əvvəl bir 2-3 dəqiqə sizə bir balaca bu məruzə istiqamətində bir məlumat verim. İlk növbədə onu deyim ki, dünyanın ən aparıcı iqtisadçıları beynəlxalq ticarətə dair çoxsaylı problemləri var. O problemlərin yaranma səbəblərini ortaya qoymaq üçün çoxsaylı araşdırmalar aparır. Onlar bu araşdırmalar nəticəsində bu beynəlxalq ticarətin problemlərinin meydana gəlməsinin 4 başlıca faktını ortaya qoyurlar. Bu faktların 4'ü haqqında mən qısa məlumat verim ki, bizim bugünkü elmi müzakirədə eyni zamanda beynəlxalq ticarətin müasir xüsusiyyətləri ilə bağlı Azərbaycanın bu xüsusiyyətləri dərk edib, öz xarici ticarət əlaqələri necə qurmalıdırsa, onun səbəblərini, nəticələrini biz istəyir ki, formalaşdırıb sizlə müzakirə edək, eyni zamanda sizə çox dərəcədə məlumat verir. Deməli, birinci fakt budur ki, beynəlxalq ticarətin həcmi və artım tempi dünyanın ümumi milli məhsulunun, ümumi daxili məhsulunun həcmindən və artım sürətini daha çoxdur, daha qabaqlı. İndi sual olunur, necə ola bilər ki, dünyanın ümumi daxili məhsulu həcmi eyni zamanda xarici ticarətin artım həcmindən geridə qalır. Bizə istehsal olmadan ticarət etmək olarmı? Bax, bu böyük bir fakt iqtisadçıların gəldiyi qənaətlərdən biridir. İkinci bir fakt ondan ibarətdir ki, müasir dünyada aparılan bütün ticarət əlaqələrini demək olar ki, çox hissəsi inkişaf etmiş ölkələrin ərazisində olur. Yəni, beynəlxalq ticarət sövdələşmələrini yarıdan çoxu məhz inkişaf etmiş ölkələrin payına düşür. Bax, bu da bir böyük faktdır və bu faktın arxasında yine suallar var ki, o suallar beynəlxalq ticarətin müasir problemlərini ortaya qoymalıdır. Üçüncü böyük məsələ, fakt ondan ibarətdir ki, dünya ticarətində, beynəlxalq ticarətdə məhz xammal materiallarla ixrac olunan ölkələr bütün beynəlxalq ticarət dövriyyəsinin təxminən 40%-nə yaxını təşkil edir. Lakin 60%-ə yaxın isə son məhsullar istehsalıdır ki, bu da inkişaf etmiş ölkələrin payına düşür. Dördüncü, bağlayayım. Dördüncü fakt ondan ibarətdir ki, müasir dünya iqtisadiyyatında beynəlxalq ticarətlə bağlı məhz ticarət sövdələşmələrində həddindən çox ixtilaflar, münaqişələr ortaya çıxır. Yəni, xüsusən bu, inkişaf etmiş ölkələrin, yəni xüsusən sənaye ölkələrinin texnika, texnologiya ixracı ilə bağlı bu ölkələr arasında ciddi ixtilaflar özünü göstərir. Bax, bu 4 fakt özlüyündə beynəlxalq ticarətin problemlərini yaradır. İndi bu problemləri həll etmək üçün dünya alimləri çox çalışır ki, doğrudan da bunu necə həll edək ki, dünyanın iqtisadi inkişafına o beynəlxalq ticarət öz müsbət təsirini göstərə bilsin. Ona görə də hörmətli bugünkü görüş təsdiqləri. Biz də istəyirik ki, ümumiyyətlə bu sahə üzrə ixtisaslaşan magistratlar, doktorantlar az və ya çox dərəcədə beynəlxalq ticarətin bax bu problemləri barədə məlumatlar olsun, o problemlərin həll olunması yolları haqqında təsəvvür olsun və Azərbaycan bu problemlərlə qarşılaşarsa, o problemlərin həlli istiqamətində Azərbaycan özünün xarici ticarətini necə qurmalıdır. Bax, bu istiqamətdə bizim hörmətli elmlər doktoru Mais Gülaliyev həqiqətən çox güclü mütəxəssisdir bu sahədə. Özü güclü ekonometrik modellər aparan bir mütəxəssisdir. Beynəlxalq indeksli jurnallarda respublika miqyasında ən aparıcı mütəxəssislərdən biri sayılır. Ona görə biz çox xahiş eləmişdik ki, Mais müəllim həm bizim mərkəzin üzvüdür, həm də eyni zamanda göstərdiyimiz kimi beynəlxalq miqyasda tanınmış mütəxəssislərdən biri.
İndi icazənizlə bir sözü Mais Gülaliyevə təqdim edək. Mais müəllim öz fikirlərini müəyyən reklam çərçivəsində bizə bildirsin və biz də o müzakirələrdə iştirak edək. Buyurun Mais müəllim. Çox təşəkkür edirəm İrşad müəllim. Və bugünkü görüşün, seminarın iştirakçılarını da salamlayıram. İcazə verin, prorektor olduğum universitetin, yəni Azərbaycan Texnologiya Universitetinin kollektivi adından da sizi salamlayım. Və bu çox bir xoş məsələdir ki, iki universitetin bu və yaxud digər formada əməkdaşlığı formalaşır və biz istəyərik ki, gələcəkdə bu əməkdaşlıq daha sıx olsun. Qarşılıqlı seminarlar, konferanslar, qarşılıqlı tədqiqatlar və sair istiqamətində əməkdaşlığımız genişlənsin. Qoyduğunuz bu problem, bu məsələ əlbəttə bugünkü məsələ deyil, bugünkü problem deyil. Hələ iqtisad elmi yaranandan bu məsələ ətrafında çox böyük diskussiyalar gedib. Merkantilistlər, fizikratlar, klassiklər, sonraki dövrdə marksistlər və biraz sonraki dövrlərdə keynisçilər və hətta institusionalistlər və yenə yeni keynisçilər, yeni neoklassiklər və s. həmişə bu problemin ətrafında düşünüblər. Yəni, nə üçün bəzi ölkələr varlıdır, bəzisi kasıbdır, hətta sualı sonunda gəlir, çıxır məhz bir aspekti də xarici ticarət məsələsinə. Bugünkü hadisələr, qlobal miqyasda baş verən bugünkü hadisələr, müəyyən ölkələrə sanksiyaların tətbiq edilməsi, müəyyən ölkələrdə əksinə dəstəyin verilməsi, bəzi ölkələr arası münasibətlərdə yumşaldıcı gömrük rejimlərinin tətbiqi, bəzilərinə qarşı isə çox ciddi rejimlərin tətbiqi, bütün bunlar belə bir nəticəyə gətirir ki, dünya əslində bizim təsəvvür elədiyimiz qədər də böyük deyil. Xüsusilə elmin, texnikanın, nəqliyyatın çox sürətlə inkişafı kontekstində kifayət qədər balacalaşıb bu dünya. Artıq çox az bir müddət ərzində malların, xidmətlərin bir ölkədən digər ölkəyə göndərilməsi də asanlaşıb, insanların hərəkəti də, mobilliyi də asanlaşıb və belə olan bir şəraitdə çox ciddi bir problem ortaya çıxır, xüsusilə kiçik ölkələr üçün. Kiçik ölkələr üçün problemin mahiyyəti ondan ibarət ki, kiçik ölkələr böyük ölkələrin qoyduğu qayda ilə hərəkət etməyə məcburdular. Yəni, qloballaşma prosesi o qədər sürətlə gedir ki, qloballaşmanın qoyduğu qaydalarla kiçik ölkələrin razılaşması artıq qaçılmaz olub. Mən kiçik deyəndə o ölkələri nəzərdə tuturam ki, o ölkələrin dünya bazarında qiymətlərə təsiri bu və yaxud digər məhsul nöqteyi nəzərindən praktik olaraq hiss ediləcək dərəcədə deyil. O mənada mən kiçik hesab edirəm. Ola bilsin ki, ərazi böyük ola bilər, ancaq tutaq ki, bu və yaxud digər məhsulun qiymətinin dünya bazarında müəyyən edilməsində həmin ölkə iştirak etməyə bilər. Yəni, o nöqtə nəzərindən də baxmayaraq ərazisi böyükdür, ancaq kiçik ola bilər. Ona görə də qoyulan problem olduqca ciddi problemdir. Çox ciddi problemdir ki, xarici ticarətin xüsusiyyətləri hazırda hansı formadadır ki, biz ona uyğunlaşa bilək. Xüsusilə son dövrlərdəki hadisələr göstərir ki, xarici ticarət olmadan mümkün deyil. Digər tərəfdən də xarici ticarətin genişlənməsi üçün hər bir ölkə məcburdur ki, onun genişlənməyinə şərait yaradan rejimlər formalaşdırsın. O rejimlərdən biri əlbəttə qloballaşma prosesinə qoşulmalıdır.
bizim mərkəz xarici ticarətə dəstək mərkəzi adlanır. Yəni düşüncəmiz, yanaşmamız ondan ibarətdir ki, bizim ölkə nə qədər mümkünsə xarici ticarət sahəsində digər ölkələrlə əməkdaşlığa meyilli olmalıdır. Niyə görə? Çünki ölkənin əhalisinin və iqtisadi fəaliyyətinin müəyyən uqladda olması, müəyyən bir sahələr üzrə ixtisaslaşması əslində iqtisadi nöqteyi-nəzərdən, iqtisadi nəzəriyyə nöqteyi-nəzərdən yaxşıdır, lakin digər tərəfdən də biz məcburuq ki, bizim iqtisadiyyatımız üçün lazım olan digər məhsulları o məhsulların istehsal olunduğu başqa ölkədən ixal eləyək. Yəni, əslində xarici ticarətə motivasiya məhz ondan yaranır ki, ölkənin iqtisadiyyatı üçün nə isə çatmır və o ixal olunmalıdır. Hətta bu cür fərz eləyək ki, burada ixalın özümüzdə istehsalından daha ucuz başa gəldiyini nəzərə almadan, onu fərz eləyək, nəzərə almadan düşünək ki, bizim insan resurslarımız, təbii resurslarımız, intellektual resurslarımız kifayət edirmi ki, hər şeyi istehsal eləyək? Və məlum olur ki, əhalinin sayının hətta, mən hələ intellektual səviyyənin nə dərəcədə olmağını demirəm, əhalinin sayının hətta məhdudluğu heç bir ölkəyə imkan vermir ki, hər şeyi istehsal edə bilsin. Xüsusilə o vəziyyətdə ki, qloballaşma genişdir və bir-biri ilə əlaqələr genişdir, insanlar daha yaxşı məlumat ala bilirlər yüksək inkişafla bağlı. Yəni, tutaq ki, maşın istehsalı ilə bağlı, məsələn, Azərbaycan əgər istəyirsə özü istehsal eləsin, o halda tutaq ki, 1000 nəfəri maşın istehsalına yönəldərsə, məsələn, tutaq ki, 100 il bundan əvvəl istehsal olunan maşın səviyyəsində bir maşın istehsal eləyiriksə və deyiriksə ki, bizim də maşınımız var, artıq qloballaşma ilə səviyyə gətirib ki, biz onunla razılaşmayacaq. Baxmayaraq ki, özümüz istehsal eləmişik, deyəcək yox, Mercedes var, BMW var və nə əhəmiyyəti var özümüzün bunu istehsal etməyimizə, madam ki, Mercedes ixal eləmək mümkündür və yaxud Toyota ixal eləmək mümkündür və s. Yəni, müəyyən bir məhdudiyyət var ki, ölkə özünün istehsal edə bilmədiyini və yaxud yüksək səviyyədə istehsal edə bilmədiyini məcburdur ki, xarici bazardan gətirsin. Bu məcburdur. Belə olan şəraitdə əlbəttə əgər icazə verirseniz mən demonstrasiya edeyim, bir problem ortaya çıxır və o problemi nəyin bahasına olur olsun həll etmək əzmində olmalıyıq. Deməli, bizim əsas problem müasir dövrdə elmin qarşısında, iqtisad elminin qarşısına dayanan problemlərdən biri əlbəttə ondan ibarət ki, reallığı qəbul edək. Problemin qoyuluşu ondan ibarət ki, beynəlxalq ticarət dayanmadan genişlənir. Yəni, təqribən 1970-ci ildə olan 384 milyard dollarlıq ticarət bugün artıq 48 dəfə, ən azı 48 dəfə dəyişib 18,7 trilyon dollara çatıb. Görün, nə qədər böyük bir məbləğdir. Və yaxud mali axınların həcmi dayanmadan genişlənir. Ölkələrarası miqrasiya güclənir. Təqribən 1960-cı illə müqayisədə 3,8 dəfə qalxıb. Beynəlxalq xidmət ticarətdə genişlənib 35 dəfə, 1975-ci illə müqayisədə 35 dəfə beynəlxalq xidmət ticarəti genişlənib. Yəni, belə bir problem budur ki, bu yaxşıdır, yoxsa pisdir sualı. Azərbaycanda da eyni dərəcədə mal və xidmətlərin ticarət həcmi 1991-ci illə müqayisədə dəfələrlə çoxalıb. Hətta 2008-ci ildə bir neçə 10 dəfələrlə artmışdır. Sonraki dövrlərdə də azalıb. Və yaxud da ki, daxili və xarici investisiyaların həcmi kifayət qədər 90-95-ci illərlə müqayisədə artıb. Yəni, bu real rəqəmlər
göstərir ki, dünya miqyasında, Rişad müəllim də dedi, xarici ticarət durmadan sürətlə artır. Xarici ticarətin artımı, xüsusilə intra-industri məhsulların artımı o qədər sürətlə gedir ki, ölkələrin, ayrıca bir ölkənin hazır məhsul istehsal etmək həvəsi azalır. Yəni, əvvəllər hazır məhsul istehsal olunub, ixrac olunursa, indi nə xam mal, nə hazır məhsulun idxalına və yaxud ixracına cəhd eləmirlər. Nə qədər mümkünsə təchizat zəncirinə qoşulmaq istəyirlər. Bir məhsul burada istehsal olunur, başqa bir aralıq məhsul, tutaq ki, qonşu ölkədə, Türkiyədə istehsal olunur, başqa bir aralıq məhsul Almaniyada istehsal olunur. Beləliklə, son məhsul gedir, məsələn deyirəm, gedir İngiltərədə son məhsul olur və sonra təzədən oradan idxal olunur. Yəni, intra-industri məhsulların idxalı, ixracı o qədər genişlənib ki, artıq hazır məhsullar idxal və ixracını dəfələrlə üstələyir. Sual budur ki, idxalın genişlənməsi vacibdirmi? İxracın genişlənməsi vacibdirmi? Bu əsas suallar hazırda budur. Və ölkələrin ki, sərhədləri var, bu sualları nizamlamaq olduqca çətindir. Mən bunu bir qədər konkretləşdirirəm. Hansı ki, bugün biz bir qrupda, Texnologiya Universitetində bunu xeyli müzakirə eləmişik 4-cü kurs tələbələri ilə. Ondan ibarət ki, məsələn, Azərbaycanda, məsələn, Gəncədə vaxtı ilə ayaqqabı istehsal edən bir neçə, deməli, böyük, kiçik fabrik olub. İndi hazırda yoxdur. Uşaq ayaqqabısının istehsalı ümumiyyətlə dayandırılıb. Uşaq ayaqqabısının istehsalı. Və bizdə Texnologiya Universitetində ayaqqabı texnologiyası ilə bağlı qruplar olur. Və hazırda o qruplar yoxdur. Yəni, ayaqqabı texnologiyası ilə məşğul olan deməli, qruplar yoxdur. Onu biz öyrətmirik və öyrənmək istəyən də yoxdur. Çünki o fabrik yoxdur, zavod yoxdur. O ixtisasa, o texnoloqa ehtiyac qalmıyor. Və hazır ayaqqabı xaricdən idxal olunur. Xüsusilə uşaq ayaqqabısı. Soruşulur, bu uşaq ayaqqabının idxalının genişlənməsi yaxşıdır yoxsa pisdir? Və bunun ətrafında tartışma, bir elmi tartışma lazımdır ki, biz doğrudanmı hazır məhsulu idxal edib onu istehlak etməyimiz daha yaxşıdır, yoxsa keyfiyyəti hətta biraz az olsa belə onun özümüz tərəfindən istehsalı yaxşıdır. Bunu biz necə müəyyən edə bilərik ki, hansı yaxşıdır? Hər iki tərəfin argumenti əlbəttə var. Biri deyə bilər ki, idxalı əlbəttə keyfiyyətli istehlakçının hüququ var və o keyfiyyətli mal istəyir. Ona görə də hətta biz özümüz istehsal etsək belə idxal olunan məhsulla rəqabətə girə bilməyəcək və müəyyən müddətdən sonra onun istehsalı dayanacaq. Çünki istehlakçının hüququ var ki, yaxşı mal alsın. Və istehlakçıya o hüquq verir ki, tutaq ki, İtaliya ayaqqabısının yanında Gəncədə istehsal olunan ayaqqabı rəqabətə dözməyəcək və İtaliya ayaqqabısı alınacaq və beləliklə Gəncə ayaqqabı tutaq ki, fabrikinin istehsalı dayanacaq və beləliklə ayaqqabı texnoloqlarında ehtiyac qalmayacaq. Və yaxud yaxşı texnoloq varsa gedəcək İtaliya zavodunda və yaxud fabrikində işləməyə. İxrac da eyni dərəcədə. Niyə ixrac edirik? Əgər tutaq ki, Şəmkirdə pomidor istehsal olunursa və biz onu alırıqsa, özümüz alırıqsa və nə üçün ixrac olunmalıdır bu? Rusiya və yaxud digər yerlərə. Mən misal üçün deyirəm pomidor. Çoxlu sayda digər 5000-dən artıq ixrac və yaxud idxal olunan mal nomenklaturası var və onların hamısının idxalı və ixracı mümkündür və səhv eləmirəmsə 96 mal qrupunda bunlar birləşiblər və bunların idxalı və ixracı baş verir və bu nə dərəcədə vacibdir ixrac eləmək. Məlum olur ki, ixrac məqsəd olmamalıdır. Əlbəttə, ixrac məhsul olmalıdır. Biz çox vaxt iqtisadi ədəbiyyata baxsaz, adətən
iqtisadi siyasət həyata keçiriləndə ixracın stimullaşdırılması məsələsi xüsusilə qoyulur. İxracın stimullaşdırılması. Niyə görə? Çünki ixrac hesab olunur ki, vacibdir. Ancaq doğrudan mı ixrac vacibdir? Bəlkə heç ixrac vacib deyil. Necə müəyyən elədik ki, ixrac vacibdir? Müəyyən olunur bu cür ki, ixrac olunan müddətdə, iqtisadi nəzəriyyə bunu deyir də, ixrac olunan müddətdə ölkəyə əlavə valyuta gəlir və ixrac müddətində o valyuta gəldiyinə görə ixrac özü daxildə yeni iş yerlərinin yaranmasına səbəb olur və beləliklə iqtisadiyyat stimullaşır. Ancaq bir anlıq fikirləşək ki, o xarici valyuta niyə lazımdır? Tutaq ki, göndərdik, getdik, xarici valyuta gəldi, bu nəyə lazımdır? Deyir ki, o anda ixracın mahiyyəti ortaya çıxır. İxrac ona görə lazımdır ki, bizə valyuta lazımdır. Məhz ixracın vacibliyi bizə valyutadan ötürü lazımdır. Əgər idxal lazım deyilsə, onda valyutaya da ehtiyac qalmır. Deməli, əsas problem gəlir idxalın üstünə. Deməli, biz idxal olunan malları əgər istehsal edəriksə və yaxud onun istehsalını genişləndirəriksə, valyutaya ehtiyac qalmır. Valyutaya ehtiyac yoxdursa, onda ixraca ehtiyac qalmır. Və beləliklə proses ləngiyir və iqtisadi sikl, necə deyərlər, öz yerində fırlanır və istehsal genişlənmir, iqtisadiyyat inkişaf eləmir və s. Buna görə də bizə lazım olan idxalın nə qədəri bizə lazımdır və yaxud hansı malın idxalı bizə lazımdır sual ortaya çıxır. Yəni, burada ona görə mən yazmışam, idxalın genişlənməsi vacibdir, həm yox. Çünki biz deyə bilmərik ki, yox lazım deyil. Elə mallar var ki, mütləq lazımdır. Məsələn, tutaq ki, təyyarəni istehsal eləmək üçün, təyyarə insanın təhlükəsizliyi üçün, uçuşların təhlükəsizliyi üçün o qədər vacibdir ki, onu dünyanın ən inkişaf etmiş ölkələrindən ən gözəl təyyarələrin ölkəyə idxalı vacibdir. Və buna görə də mən Azərbaycan hökumətini həmişə alqışlayıram ki, ən yüksək səviyyəli, ən yüksək inkişaf etmiş təyyarələrin Azərbaycanın deməli bu uçuş sənayesi üçün, uçuş şirkətləri üçün cəlb edirlər. Bu çox vacibdir. Çünki insan həyatıdır və bu mütləq lazımdır. Yəni özümüz oturaq indi tutaq ki, bir dənə kukuruznik deyirlər əvvəllər. Kukuruznik istehsal eləyək ki, yox, bu bizim üçün idxal eləməyək təyyarəni, tutaq ki, Boeing idxal eləməyək, aerobus idxal eləməyək, özümüzün kukuruznikimizi istehsal eləyək ki, bu çox böyük səhv olardı, çox böyük səhv. Ona görə də elə məhsullar var ki, onun ən yaxşısının Azərbaycana gətirilməyi, ən təhlükəsizliyinin, ən yüksək keyfiyyətlisinin Azərbaycana gətirilməyi vacibdir. Və yaxud tutaq ki, qida sənayesi ilə bağlı olan məhsulların ən yaxşısının Azərbaycana gətirilməyi vacibdir. Çünki bu insanın sağlamlığı üçün vacibdir. Və beləliklə ölkənin insan resurslarının məhdudluğunu nəzərə alaraq biz məcburuq ki, idxal edək. Əgər idxalı biz məcbur hesab ediriksə, müəyyən həcmdə, vacib hesab ediriksə, onda bizə valyuta lazımdır. Valyuta lazımdır, onda ixracı mütləq genişləndirməyə biz məcburuq. Başqa lazımız yoxdur. Və idxalın genişləndirilməsi vasitəsilə bizə lazım olan qədər, bizə lazım, zəruri həcmdə dolların əldə edilməsi vacibdir ki, bizə lazım olan idxalı həyata keçirək. Yəni, məqsəd, deməyim budur ki, idxal və ixrac arasındakı o dilemmada əsas məqsəd idxalın təmin olunmasıdır. İxracın yox, idxalın təmin olunmasıdır. Və ona görə də nə qədər mümkünsə xarici ticarətin, əlbəttə bunların arasındakı o balansın müəyyən edilməsi o qədər də asan şey deyil, çətindir. Lakin idxalın hansı məhsulun idxal edilməsinin vacibliyini düşünmək əlbəttə bizim iqtisadi siyasətdə mühüm bir məsələdir. Və bu zaman bizim ortaya çıxan məsələmiz nədən ibarətdir ki, qlobal miqyasda əlbəttə deməli xarici ticarət fəaliyyətində qloballaşmaya nə dərəcədə qoşulmaq problemi ortaya çıxır. Çünki idxalı biz ki, seçim eləyirik, nəyi idxal eləyəcək, nəyi ixrac eləyəcək, o zaman mütləq xarici ticarət rejiminin deməli, nəzarətdə saxlanılması, o rejimin həmişə dövlətin müdaxiləsində olması vacib bir məsələdir. Yəni,
liberallaşma prosesi bir siyasətdir. Dövlətin, hökumətin əlində olan bir rıçaqdır, bir instrumentdir ki, xarici ticarət onun vasitəsilə deməli idarə olunsun, tənzimlənsin. Lakin yenə əvvəlki söhbətimə qayıdıram ki, onun bu liberallaşma prosesi qloballaşma prosesinin ölkə səviyyəsində olan bir proyeksiyasıdır. Yəni biz elə bir formada kiçik ölkələrin ki gücü azdır, elə bir səviyyədə liberallaşma məsələsi ortaya çıxır ki, onun deməli ithal və ixrac arasındakı balansını pozmaq səviyyədə olmasın. Məsələn, beynəlxalq iqtisadi nəzəriyyə deyir ki, kiçik ölkələr üçün optimal xarici ticarət rejimi deməli tariflərin sıfır rejimidir. Tariflər sıfır olmalıdır kiçik ölkələr üçün. Yenə təkrarlayıram, kiçik o ölkə hesab olunur ki, onun deməli beynəlxalq deməli bazara qiymət səviyyəsində təsirləri yoxdur. Belə olan halda bir sual ortaya çıxır. Niyə böyük ölkələr özü üçün tarif tətbiq eləyir, kiçik ölkələr özü üçün tarif tətbiq etməməlidir? Yəni niyə görə böyük ölkə tələb eləyir ki, mənim evimin, həyətimin ətrafında darvaza olmasın, sonra divarlar olmasın, ancaq özü divar çəkir. Özü ona tərəf atılan, tutaq ki, daş gəlir divardan qayıdır, ancaq mənə deyir ki, sən divarın olmasın, istənilən vaxtı sənin həyətivə girim, çıxım, necə lazımdır, deməli, reviziya edim sənin həyətivi və gedim. Yəni qeyri bir ədalətsiz bir rejim alınır. Yəni, iqtisadi nəzəriyyədə deyilən o optimal sıfır rejimi, optimal sıfır tarifi rejimi kiçik ölkələrə tətbiq olunur və yaxud olunması rəva bilinir. Ancaq böyük ölkələr deməli, özləri çox ciddi tariflər tətbiq edirlər. Və lazım olanda hətta elə tarif tətbiq edirlər ki, sanksiya səviyyəsinə gəlib çatır. Ki, olmaz, filan məhsulu filan ölkə vermək olmaz, qutardı, nöqtə qoyulur. Ancaq o ölkəyə təklif olunur ki, sənin sərhədlərin açıq olmalıdır, istənilən mal ora getməlidir, ixal olunmalıdır, istənilən də mal ixrac olunmalıdır. Yəni, belə bir ədalətsiz bir vəziyyət gəlib çatır. Belə olan halda biz nə etməliyik? Yəni, kiçik ölkə olaraq biz nə etməliyik? Əlbəttə, mən tərəfdarıyam ki, nə qədər mümkünsə o sıfıra yaxınlaşan liberallaşma səviyyəsi olmalıdır. Lakin müəyyən məhsullar üçün, yəni bütün məhsullar üçün yox. Elə məhsullar var ki, o strateji əhəmiyyətli məhsullardır və o strateji əhəmiyyətli məhsulların ölkə daxilində istehsalı mütləq ən minimum səviyyədə həyata keçirilməlidir. Məsələn, çörək istehsalı, yəni buğda istehsalı. Buğda istehsalı minimum səviyyədə olsa da elə bir səviyyədə olmalıdır ki, əhali acından ölməsin. Yəni, sabah bizə Qazaxıstan buğda satmaqdan imtina eləyərsə, Allah eləməsin və əminəm ki, Allahın köməklə olmaz. Çünki Qazaxıstanla bizim kifayət qədər yaxşı münasibətlərimiz var. Və yaxud da Rusiya hər hansı bir həcmdə taxıl verməkdən imtina eləyərsə və yaxud indi böyük müharibə gedir Rusiya ilə Ukrayna arasında. Ukraynanın o imkanı yoxdur bizə taxıl versin. Və belə olan halda ölkənin özünü taxılla təchiz etmək imkanı olmalıdır. Yəni, o elə bir səviyyədə olmalıdır ki, insanlar aclıq çəkməsinlər. Yəni, bu strateji məhsulun Azərbaycan ərazisində istehsalı vacibdir. Bu birinci. İkinci, tutaq ki, enerji istehsalı. Şükür Allah ki, Allah Teala bizə enerji ilə bağlı elə bir, necə deyirlər, kasatlıq verməyib. Kifayət qədər qazımız da var, neftimiz də var. Ən azı rahat 50-60 il üçün həm neft, həm qaz təchizatı kifayət qədər təmin olunub. Yəni, bu bizim üçün elə bir ciddi problem deyil. Lakin digər kiçik ölkələr var ki, onlar üçün böyük problemdir ki, enerji ilə təminatları nə dərəcədə olacaq. Yəni, onlar üçün, tutaq ki, öz enerji təhlükəsini təminləmək üçün
əlbəttə onlar hər hansı bir bu məsələdə tarif rejimi tətbiq eləməyə məcburdurlar. Başqa bir məsələ, çox ciddi məsələ, bu və yaxud digər məhsulun idxalı və yaxud ixracı ilə bağlı problemin həllində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı olan dilemmadır. Bu da ondan ibarət ki, bayaq mən uşaq ayaqqabısı ilə bağlı məsələ çəkdim. Məsələn, hazırda uşaq ayaqqabısının istehsalı ilə bağlı və yaxud elə böyüklərin böyük kişi və yaxud qadın ayaqqabısının istehsalı ilə bağlı Azərbaycanda investisiya çox az qoyulur. Yəni, biznes strukturu bu sahəyə investisiya yatırmır. Baxmayaraq ki, hər bir ailədə ya uşaq ayaqqabısına ehtiyac var, ildə ən azı 3 ayaqqabının dəyişməsinə ehtiyac var. Yaz olsun, yay olsun, qış olsun, dəyişməsinə ehtiyac var. Və yaxud bu, böyüklər üçün də aiddir. Yəni, tələb səviyyəsi kifayət qədər yüksəkdir. Belə olan halda ölkədə ayaqqabı istehsalı niyə görə ən aşağı səviyyədə olsun? Ən aşağı səviyyədə. Yəni, biznes mühitini bu sahədə qaldırmaq lazımdır. Adətən, liberallaşma prosesi ilə, xarici ticarətin liberallaşması prosesi ilə biznes mühiti arasında həmişə bir ziddiyyət var. Çünki liberallaşdıqca, xarici ticarət liberallaşdıqca biznes mühitinə ciddi bir təsir var. Çünki daxili istehsal o saat onun zərərini görür. Çünki tutaq ki, kimsə ayaqqabı istehsal edirsə, İtaliyadan gələn ayaqqabı onun rəqabətliyini azaldır və biznes mühitinə ziyan dəyir. Belə olan halda mütləq elə məhsullar var ki, yenə təkrar edirəm, o məhsulların minimum səviyyədə istehsalı Azərbaycanda tənzimlənməlidir və həyata keçirilməlidir. Daxili istehsal stimullaşmalıdır. Təqribən, indi əlbəttə mən prezentasiyam, təqdimatım çox uzun idi. İndi düşünürəm ki, mən vaxt nöqteyi nəzərindən biraz çətin olur. Rəşad müəllim, əgər icazə verirsə, mən burada dayanım, çox getməyim. Yox, əgər istəyirsinizsə, mən davam edeyim. Əgər vaxtım varsa, davam edeyim, necə istəyirsiniz. Çünki mən burada bir sxem də göstərmək istəyirəm sizə. Bu sxem qloballaşmanın ölkənin xarici iqtisadi fəaliyyətinə təsirini sadələşdirilmiş bir sxemidir. O da ondan ibarət ki, qloballaşma hansı formada ölkə iqtisadiyyatına təsir eləyir və ölkə iqtisadiyyatı belə olan halda necə hərəkət eləməyə məcburdur. Məsələn, tutaq ki, transmilli şirkətlərdir, ölkə iqtisadiyyatına maliyyə qoymaq istəyir və gəlir. Aydın məsələdir ki, transmilli şirkət ölkə iqtisadiyyatına elə-belə şərtlərlə gəlmir. Yəni, deyir ki, məsələn də, deyir ki, müəyyən sahələrdə liberallaşma aparılmalıdır. Çünki transmilli şirkət istənilən bir şirkət. Fərqi yoxdur, daxili şirkətdirmi, transmilli şirkətdirmi, xarici şirkətdirmi. Bütün hallarda şirkətin, özəl şirkətin bir meyarı var. O da mənfəətdir. O da mənfəətdir, bunu təbii qəbul etmək lazımdır. Sahibkarlığın hərəkət verici qüvvəsi mütləq mənfəətdir. Sahibkar oradan mənfəət götürməsə, o fəaliyyətindən mənfəət götürməsə, biznes fəaliyyətindən mənfəət götürməsə, ora maliyyə buraxmaz. Və bu təbiidir və bunu təbii qəbul edib ona uyğun siyasət qurmaq lazımdır. Və düşünürəm ki, bu transmilli şirkət olsun, beynəlxalq maliyyə institutları olsun, kredit ayıranda da müəyyən şərtlərlə ayrılırlar və digər beynəlxalq təşkilatların hər biri ölkə iqtisadiyyatına, burada göstərir, ölkə iqtisadiyyatına təsir edən zaman müəyyən şərtlərlə təsir edir. O şərtlərin ən əsası liberallıqdır. Deməli, məcbur edirlər ki, liberal olsun. Yəni, maliyyə asan qoysun, gələn mənfəət asanlıqla ölkədən çıxarılsın, sonra daxildə bu və yaxud digər fəaliyyət üçün liberal şəraitlər yaradılsın. Liberal şərait aydın məsələdir ki, tam şəkildə sıfıra, heç bir ölkə xarici ticarətinə sıfıra gəlib çıxmır. Hətta dünyanın ən liberal ölkələrindən biri olan Singapur belə deməli, xarici ticarətdə müəyyən qədər tarif rejiminin bəzi məhsullara, tarif rejiminin tətbiqini lazım bilib. Yəni, tamamilə sıfır deyil. Müəyyən məhsullara deməli, tariflər tətbiq olunur. Və digər ölkələrdə isə aydın məsələ ki, bu və yaxud digər dərəcədə tariflər var.
Və bu tariflərin tətbiqi bəzi ölkələrdə çoxdur, bəzilərində azdır və s. Bunun əsas məqsədi ondan ibarət ki, daxili istehsal, daxili bazar qorunsun. Daxili bazarın qorunmağı ilə xarici ticarətin liberallığı arasındakı o ziddiyyət elə bir formada, optimal formada həll olunmalıdır ki, sonda ölkənin iqtisadi, siyasi təhlükəsizliyi, xüsusilə ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və s. qorunmuş olsun. İcazənizlə mən burada dayanaram. Çünki ola bilsin ki, suallar olacaq və sonra onsuz da bizim görüşlərimiz hələ tez-tez olacaq və Allah qoysa sonraki problemlərdən mən sonraki seminarlarda danışaram. Çox sağ ol Maiz müəllim. Siz bu sahənin gözəl mütəxəssisiniz. O barədə bizim hamımızın məlumatımız var. Elə sizin bu əyaniliyiz, eyni zamanda faktlara müraciət eləməyiniz həqiqətən bizi yüksək səviyyədə məlumatlandırdı. İndi icazənizlə auditoriyaya müraciət edərdik. Kim bu Maiz müəllimin bu təqdimatları, bu mövzu ilə bağlı, mövzudan irəli gələn nəticələrlə bağlı kimin nə sualı var? Çox minnətdarıq ki, bu gün bizim burada hörmətli dosentimiz, universitetimizin aparıcı mütəxəssislərindən biri olan Asiman müəllim iştirak edir. Buyur Asiman müəllimin belə bir sual var Maiz müəllim. Səs çatırmı? Səs gedirmi? Alo. Bəli, İşadla problem yoxdur. Buyurun, eşidirik. Buyur, eşidirik. Təşəkkür edirəm İrşad müəllimə ki, məni dəvət elədi. Bəlkə İrşad müəllim, Asma mənim də kürsüyə yaxınlaşsın, səs lap yaxşı gəlir. Mən təşəkkür edirəm İrşad müəllimə ki, belə bir gözəl tədbirə məni də dəvət elədi. Rəna xanım, sizi də salamlayıram. Sağ olun. Maiz müəllimə də öz minnətdarlığımı bildirirəm. Çox bəzi inqilabı məsələlər ortalığa qoydum. Mənim sualım yoxdur Maiz müəllimə, amma mən bir neçə prinsiplərimizi bizim tədqiqatçı magistrlarımla görüşmək istəyirəm. Çox üzr istəyirəm Maiz müəllim, görüntünü saxlaya bilərəm, mən bağlayaram. Tamam, buyurun Asman müəllim. Buyurun, bağlayın. Bəli. Birinci məni maraqlandırır ki, dünyada baş verən proseslərdə keyfiyyət dəyişikliyi baş verir. Əsas amillərdən biri göstərildi ki, resurs amili xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən yoxsul və kifayət qədər zəngin əhalisi olmayan, rifah yüksək olmayan ölkələr son 20 ildə dünya liderliyinə, dünya iqtisadi gücünə çevrildilər. Çin, Hindistan. İkinci dünyada əldə elədiyimiz məqsəd imperialist mövqeyidir. İmperialist mövqe ondan ibarət idi ki, inkişaf etmiş ölkələr digər ölkələrin resurslarını, xüsusən təbii resurslarını, həm də əmək resurslarını həddən artıq ucuz alaraq və özlərinin yaratdığı məhsul və xidmətləri çox baha qiymətə bu yoxsul ölkələrə satmağa maraqlı oldular. Üçüncü tez ondan ibarətdir ki, biz dünyanın ümumi daxili məhsuluna baxsaq və onu da hər adam başına götürməklə 8 milyarda böldükdə biz görürük ki, dünya heç də pis yaşamır. Amma burada kələm və kələm dolması məsələsi gəlir, çıxır ortalığa. Afrikada kələm yiyirlər, Avropada kələm dolması yiyirlər. Yəni böləndə belə. O kələm dolması yiyirlər, orada ətin yiyirlər onu. Aydındır. Biz də eləyə bilərik. Birinci, iqtisadiyyat bazarı xoşlayır. Hindistanın 1,4 milyardlıq bazarı var. Çinin 1,4 milyardlıq bazarı var. Onun dövləti o bazardan daha çox vergi əldə edir. Ev təsərrüfatları daha çoxdur. Daha çox insan o bazarda nəsə məhsul alır. Sadə bir misal. Biz əgər Hindistanda, Çində, Azərbaycan haqqında bir səhifəli, bir qəzetdə reklam versək, milyonları yığıb yığışdırma olmaz. Çünki onların qəzetləri 8, 9, 10 milyon tirajla çıxır. Bizdə amma qəzetlər çıxır 5-6 min tirajla. Gör, nə qədər gəlirdi. Yaxud da ki, fərz eləyək ki, bizdə kimsə çörək satır, hər çörəkdə onu 5 qəpik alırsa, var 10 milyonun yediyi çörək, bir də var ki, 1,4 milyard adamın yediyidən gələn 5 qəpikləri hesablayaq. Gör, nə qədər qalır. Burada mən 4-cü tezissə gəlirəm Azərbaycana. Azərbaycan Qafqazda istəsələr də, istəməsələr də
iqtisadi güc mərkəzidir. Niyə? 10,2 milyon əhalimiz var. Bu bir. Qonşularımıza gəldikdə, onların əhalisi heç bizim 30-40%-imizə gəlib çatmır. Bazarları balacadır. Növbəti addım mən hesab edirəm ki, bizdə regional qloballaşma getməlidir və ona qarşı addımlar atılır. Bunlar hansıdır? Türk dövlətləri regionudur və onlara dost olan ölkələrdir. Yəni, mən burada hələlik Gürcüstanı nəzərdə tuturam. Mərkəzi Asiya respublikalarıdır. Ondan sonra Türk respublikalarıdır. Ondan sonra Türkiyə hərbidir. Dünyada belə bir ideya formalaşır ki, region gücə çevirmək üçün mütləq bazar 500 milyon nəfərlik bazar olmalıdır. Biz hələlik o 500 milyonluq bazardan biraz çox geri qalırıq və o reallıqla hesablaşmalıyıq. 500 milyonluq bazarı biz necə təşkil edə biləcək. Əhalisinin sahibində işlətməli. Bu problem var. Axırıncı tezisim, çox uzatmaq istəmirəm, siz də yorulmuşsunuz. Bu liberallaşmaya biraz nətərgəllər çox baxmayan, artıq liberallaşma, liberal iqtisadiyyat, İrşad müəllim də bilir, Rasim müəllim də tədqiqatında var o, iqtisad elmi müasir problemlərində. Artıq bir Keynesi məşğulluq nəzəriyyəsi kitabı çıxandan sonra liberallaşma artıq nətərgəllər siyasətdə imperialist mövqeyi daşıyır. Yəni, kimisi gəlirini əlindən almaq. Elmli isə əyalət düşüncəli bir yanaşmadır. Çin artıq ondan imtina edir. Çinin artıq öz daxili gücü var. Hindistan fikirləşir. Bunlar sabahın böyük bazarlarıdır. 3 milyardlıq bazar, 8 milyard əhalidə. Afrikada vəziyyət dəyişir. Misirdə 100 milyon əhali var. İrşad müəllim bu sahədə kapital hücumunda rəhbərlik edir. Nigeriyada 80 milyon əhali var. Bu bazarlar, yəni bu istehlakçı C, keçmiş isə makroda, o C ev təsərrüfatı istehlak çox mühüm, güclü faktordur və ona sahib olub onu idarə eləmək lazım. Diqqətinizə görə sağ olun. Kimin soruları varsa xahiş edirəm. Nasıl sorular? Burada açıqdır da, açıq. Mayıs müəllim eşitirsinizmi? Mikrofon açın. Eşidilir. Gəl. Buyurun. Gəlin bura. Sual verin. Mən eşitilmədiyim Rəna xanım. Eşidilirsiniz Mayıs müəllim, eşidilirsiniz. Mən münasibət bildirmək istəyirdim Asim müəllim. Bəli, buyurun Mayıs müəllim. Çox xoşuma gəldi onun münasibəti. Gəlib bir dəqiqə. Mən tamamilə razıyam. Bəzi hallarda inanın mənə, ürək ağrısı ilə bəlkə də bu məsələlərə mən yanaşıram. Yəni, çıxılmaz vəziyyət kimi yanaşıram ki, hansı yol var vəziyyətdən çıxmaq üçün. Yəni, böyük ölkələr üçün əlbəttə çox asandır o mənada ki, böyük bazarları var və s. Kiçik ölkələr çox ciddi məngənə qarşısındadırlar. Asiman müəllim bir sözlə dediyi, aydın məsələ ki, vaxt yoxdur onu dərinə getməyə, onu demədi. Fərz eləyək ki, ən yaxşı formada bizdə bir, indi mən ayaqqabıdan misal çəkirdim da, lap tutaq ki, yüksək səviyyəli bir ayaqqabı fabriki düzəldi. O bazar, Asiman müəllim tamamilə doğru deyir. O bazar axı yoxdur ki, o qədər məhsulu Azərbaycanda satmaq mümkün olsun. O çox çətindir. Yəni, onların hamısını fikirləşsən ki, böyük bir çətinlikdir. Azərbaycan kələmlə əti birləşdirib kələm dolması formasında da baxanda, çünki o
ət və kələm arasındakı fərqlər Azərbaycan cəmiyyətində o qədər hiss olunmur. Düzün demək lazımdır. Azərbaycanda şükür Allaha ki, kələmdə olması yeyilir. Ola bilsin ki, kələmdə olmasının içərisində birində az ət var, birində çox ət var. Ancaq ümumiyyətlə kələmdə olması məsələsi Azərbaycan üçün kifayət qədər uyğun olmayan bir misaldır. Ancaq Çin üçün uyğun olan misaldır. Aslında mənim tamamı doğrudur. Çin üçün çox uyğun olan misaldır ki, Çinin çox güclü inkişaf eləmiş, tutaq ki, Şanxay var və çox zəif inkişaf eləyən və Azərbaycanın o cür hətta regionu yoxdur. Çox zəif inkişaf eləyən çoxlu sayda regionu var. Və o müqayisə belə nəticəyə gətirir ki, əslində Azərbaycanın iqtisadi göstəriciləri, adam başına iqtisadi göstəriciləri Çindən kifayət qədər geri qalmır. Kifayət qədər Çinlə müqayisə, hətta bəzi məsələlərdə üstünlüyü var. Sadəcə olaraq təsəvvür edin ki, 150 dənə Azərbaycanı, 150 Azərbaycanı yanaşı yığın, bunda Çindən qat-qat güclü olacaq. Yəni, əhalinin sayını götürəndə, əhalinin sayı mühüm rol oynayır. Əlbəttə, bazar mühüm rol oynayır. 150 Azərbaycan bugünkü Çindən güclü ola bilərdi. Əgər biz bugünkü adam başına olanı 150-yə vursaq, gəlib Çindən güclü olur. Ona görə də böyük problem hazırda balaca olmaq problemidir. Bəzi, məsələn, Schumacher kimi alimlər kiçik daha gözəldir əsərini yazanda balacanı daha gözəl göstərmək istəyirlər. Ancaq əslində balaca olmaq, kiçik dövlət olmaq böyük problemlər yaradır. Çünki o birislər çox böyükdür və artıq güclüdürlər. Təsəvvür edin, ən möhkəm ağac dəmir ağacdır. Ən möhkəm ağac dəmir ağacdır. Balaca bir pöhrəsi, dəmir ağacın balaca bir pöhrəsini bugün istənilən balaca uşaq tapdıyıb məhv eləyə bilər. Ancaq imkan verək o dəmir ağaca böyüsün, böyük bir ağac olsun. Görək onu balaca uşaq kəsə bilərmi? Kəsə bilməz. İndi təsəvvür edin, böyük ölkələr 18-ci əsrdə, 19-cu əsrdə çox ciddi qeyri-liberal siyasət həyata keçiriblər və özlərinin sərhədini bağlı saxlayıblar digər ölkələr üçün. Möhkəmləniblər. Özlərinin Aydındır Maysim, aydındır. İstehsalını möhkəmlədiblər. Balaca ölkələr və liberallık. Çox sağ olun. Suallarımız var. Çünki biz vaxtınızı da çox almaq istəmirik. İcazə verirseniz bildirəcəm. Bizim burada həm doktorantlar var, həm də magistrantlar var. Suallar var. Nədən özü təqdim edirik suala? Salam Mayis müəllim. Təşəkkür edirik bizə bu qədər gözəl, ətraflı məlumat verdiyinizə görə. Mən Sonat Təvəkkülova, UNEP-in beynəlxalq ticarət üzrə magistr tələbəsiyəm. Və sizə belə bir sualım olacaq. Siz artıq danışdınız bizə beynəlxalq ticarətin Azərbaycana verdiyi təsirlər barəsində. Əlbəttə, beynəlxalq ticarətin müsbət təsirləri barəsində kifayət qədər uzun danışmaq olar, amma istehlakçı seçimləri var və o seçimlər kiçik olanları sıxışdırır. Siz artıq bu barədə dediniz. Amma eyni zamanda qeyd elədiniz ki, Azərbaycan, Fransa, İtaliya ayaqqabıları kimi geniş istehsalçı gücünün yanında, yəni öz istehsal etdiyi ayaqqabıları öz alıcılarına belə sata bilmir. Gəlin etiraf eləyək ki, Azərbaycan alıcılarında belə bir şüuraltı fikir var ki, yəni uşaqdan böyüyə hər kəsdə. Əgər bu Azərbaycan istehsalıdırsa, bu keyfiyyətsizdir. Hətta alıb onu dənəməyə belə çalışmırlar. Amma indi Fransa və İtaliya kimi inkişaf etmiş ölkələri bir kənara qoysaq, Azərbaycan ən geridə qalmış kasıb Pakistan kimi ölkələrdən də kifayət qədər çoxlu tekstil malları alır, hansıları ki, asanlıqla özü istehsal edə bilər, hətta daha yüksək keyfiyyətdə. Ümumiyyətlə, sualım nədən ibarətdir? Siz də gələcəkdə Azərbaycan hansısa öz yerli brendi ilə dünya bazarına çıxa bilərmi? Yəni, kənd təsərrüfatı məhsulları istisna olmaqla. Çox gözəl sualdır, qızım, çox gözəl sualdır. Mənim
bir qədər pessimist olmağımın bu məsələlərdə bəzi səbəbləri var. Deyirlər ki, bilmirəm ancaq kim deyib, ancaq harada oxumuşam. Deyirlər ki, pessimistlə optimist arasında bir fərq var. Pessimistlər daha məlumatlı olurlar. Mənim bu məsələlərdə pessimist yanaşmam ondan irəli gəlir ki, mən bunu tədqiqat vasitəsilə göstərirəm ki, bizdə emal sənayesini inkişaf etdirmək çox çətindir. Niyə? Niyəsini deyim. Tutaq ki, bir dənə brend istehsal etmək istəyirik. Məsələn, ayaqqabı. Mən də başqa misal gətirməyəcəm də, bu gün ancaq ayaqqabıdan danışırıq. Tutaq ki, ayaqqabını istehsal etmək istəyirik. Ayaqqabı istehsal etmək üçün istehsal vasitələri lazımdır, dəzgahlar lazımdır. Deməli, biz məcbur o dəzgahları lap ən yüksək inkişaf etmiş ölkədən ən sonuncu dəzgahı gətirək. Məsələn, tutaq ki, Almaniyadan və İtaliyadan ən sonuncu dəzgahı gətirdik Bakıya. Gətirdik, bu zavodun tikilməsi, fabrikin tikilməsi, dəzgahların yerləşdirilməsi və s. Bu çəkəcək təqribən 1 il, 2 il. Tutaq ki, sürətlə oldu. Tutaq ki, 1 ilə. Fərz eləyək ki, 1 ilə başa gəldi bu dəzgahlarla. Başladıq istehsala. Dəzgahların, balaca həcmli dəzgahlar çox azdır. Dəzgahların, yəni bu balaca həcmli ona görə deyirəm ki, tutaq ki, Gəncədən Bakıya KAMAZ maşınında 1 kilo ət göndərmək KAMAZdan qeyri-səmərəli istifadə etmək deməkdir. Çünki KAMAZın yük götürməsi onlarla tondur. Ona 1 kilo ət ora qoyub Bakıya aparmaq, axı ətin qiymətini dəhşətli dərəcədə çoxalda bilər. Beləliklə, gələn dəzgah, İtaliyadan gələn dəzgah, Azərbaycanda istehsal olunanda nə qədər istehsal eləyəcək? Tutaq ki, məsələn, 10 milyon əhali, 11 milyon olsun, 11 milyon əhali üçün ayaqqabı geyində, onu vururam 3-ə, ildə 3 dəfə dəyişmə şərti ilə hər dəzgah, hər ayaqqabı istehsal eləyə bilmir. Onda nəzərə almaq lazımdır. Deməli, müxtəlif növlü dəzgahlar gəlməlidir. O dəzgahlarda, tutaq ki, bir növdə gəlsin. Tutaq ki, 10 milyon istehsal eləyəcək bu dəzgah. O dəzgahın maya dəyərini o çıxardımır. Və beləliklə ayaqqabının deməli, qiyməti İtaliyadakından baha başa gəlir. Üstə gəlin. O təzəcə işləyən müddətdə, məsələn, tutaq ki, 6 ayda işləyir, artıq İtaliyada onun daha yeni dəzgah istehsal olunacaq. Yəni, mənəvi cəhətdən bizə verilən dəzgah artıq özünü köhnəlmiş hesab ediləcək. Beləliklə, təzə dəzgahdan istehsal olunan malla rəqabətə girə bilməyəcək. Yəni, bu proses gedir dünyada. Yəni, İtaliyadan bura gələnə qədər dəzgah artıq köhnəlir. Almaniyadan dəzgah Bakıya gələnə qədər köhnəlir. Ən yeni Mercedes Almaniyadan Bakıya gələnə qədər artıq mənəvi cəhətdən köhnəlir. Yenisi çıxır. Yəni, o qədər sürətlə inkişaf edir ki, texnologiya, o qədər sürətlə inkişaf edir ki, onun bir yerdən digər yerə getməsi artıq onun mənəvi köhnəldir. Problem budur. Bu birinci problemdir. İkinci problem, qızım, məhz sizinlə bağlıdır. Tutaq ki, siz həmin dəzgahın arxasında oturub işləyən çox yüksək səviyyəli kadrsınız. Çünki o dəzgahlar axı elektron dəzgahlardır. Orada işləmək üçün yüksək texnoloji bilik lazımdır. Tutaq ki, siz, fərz eləyirsiniz, həmin texnoloji bilikə malik olan işçisiniz. Yüksək kvalifikasiyalı işçisiniz. Sizə o ayaqqabıya görə veriləcək, məsələn, tutaq ki, məsələn, $2000 həcmində, yəni Azərbaycan pulu ilə 3400 manat. Ancaq siz yüksək ixtisaslı kadr olduğu üçün İtaliya sizi dəvət eləyəcək artıq $30.000. Və siz Bakıda qalmayasınız, gedəsiniz orada işləməyə. Və qloballaşma elə bir prosesdir ki, mənim istəyimdən asılı olmayaraq o gedir. Yəni, obyektivləşir. Bizim şuurumuzdan, bizim istəyimizdən asılı olmadan gedir. Liberallaşma mənim xoşuma gələn siyasət deyil. Lakin biz məcburuq ki, ona razılaşaq. Çünki sərhədlər kompüter vasitəsilə açılıb, əvvəl Sovet hökuməti ona görə idarə edə bilirdi ki, kompüter yox idi, internet yox idi və rahatça deyirdi ki, Amerikada cəmaət acından ölür.
tutaq ki, Almaniyada cəmaət acından ölür və siz burada heç olmasa 100 kələm, 100 dolma yeyə bilirsiniz və 100 kələm, 100 ət yeyə bilirsiniz və orta hesabına kələmdə olması yeyə bilirsiniz. Bunu bilmir. Niyə? Çünki internet var. Rahatca siz baxa bilirsiniz ki, Trump'ın oturuşu, duruşu necədir? Rahat baxa bilirsiniz ki, görüm Angela Merkel bugün tükana telexranit ilə getdi, yoxsa tək getdi. Çox rahatdır. Dünya açıqdır indi. Hamıya açıqdır. Dünyanın ən qapalı ölkələri artıq qloballaşmanın o təzyiqlərinə dözə bilmir. Və qloballaşmanın təzyiqlərindən biri də insanların hərəkətidir, maliyyənin hərəkətidir. Bizim bir sualımız da var. Çok sağ olun. Bizim Teşekkür ederim. Ətraflı məlumata bir sualımız da var. Tələsməyin, tələsməyin. vaxt yemədim. Bayis müəllim, çok sağ olun. Buyurun. Sizi yorduk. Sağ olun. Sizi yorduk. Çok sağ Yox, olun. yorulmam. Mən Bizdə çox mühasibəsiz şadam ki, necədir? gənclər belə Ha, maraqlanır. Çox şadam. Çok sağ olun. Çok feryap olduk. Sizin Sağ bakın. olduk. Siz Evet, can sağlık. Bizim magistratlar, doktorantlar da deyir ki, çok şad olduk ki, belə bizə məlumatlar Çox sağ olun. Təşəkkür Salam edirəm. duan, Çox sağ olun. salam söyle. Davan olsun. Sağ olun, çox sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Həm İnşaat müəllim Sağ sizə, olun, həm çox də sağ Mayis olun. müəllim. Sağ olun. Çox sağ Həm olun. də Təşəkkür auditoriyadakı edirəm. gənc tədqiqatçılarımıza. Uğurlar hər kəsə. Sağ olun. Evet, sağ olun. Sağ Sağ olun. olun.